الرحيم الحمد لله رب العالمين نحمده ونستعينه ونستغفره ونتوكل عليه ونصلي ونسلم على حبيبه ونجيبه وخيرته في خلقه حافظ سره مبلغ رسالاته بشير رحمته نذير نقمته سيدنا ونبينا أبي القاسم المصطفى محمد وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم ونفسي بتقوى الله يا عباد الله السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz əziz dəyərli möminləri, inanclı bacı qardaşlarımı, möminələri mübarək Ramazan ayının 3-cü cüməsində ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Uca Rəbbim tutduğumuz oruçları, etdiyimiz duaları, qıldığımız namazları ali dərəcədə qəbul eləsin inşallah. Bu ay bilirsiniz ki, elə Qur'anın baharıdır. Müqəddəs Ramazan ayı Qur'anın baharıdır. Yəni, çox təkid olunur ki, bu ayda Qur'anla ünsiyyətdə olun. Mən keçən cümələrdə də Qur'anın oxunuşunun savabı haqqında danışmışdım. Belə düşünməyək ki, Qur'an ancaq və ancaq bir xüsusi qrup üçün gəlib. Yox, Qur'anın fəhmi, düşüncəsi hər insanlarda fərqli ola bilər. Biz Əllamə-i Təbətəbai deyilik ki, Qur'ana təfsir yazaq. Əllamə-i Təbətəbainin düşüncəsilə mənim düşüncəm fərqlidir. Amma bu o demək deyil ki, mən gərək Qur'anı oxumayam, ancaq Əllamə-i Təbətəbai kimi şəxs oxumalıdır, təfsir yazmalıdır ki, tam mən başa düşüm. Yox. Belə bir nəzərdə, belə bir təfəkkürdə olan insanlar da var ki, biz Qurandan heç nə anlamarıq. Ancaq və ancaq gərək Əhl-i Beyt gələ bizə deyək ki, Qul huvəllahu əhəd nə deməkdir? Allahu-s-saməd nə deməkdir? Bu da bir fikirdir. Təsdiqləmirəm bu fikri. Çünki Quran ümum insanlara gəlibdir. Quran ümum xalqa gəlibdir. Ona görə də biz gərək bu ayda Qur'anla çox ünsiyyətdə olaq. Zatən ayın ortasını bu gün atlatmışıq. Bir-iki günə Qədir gecəsi gəlir. Görürsünüz nə qədər vaxt surətdən getdi. Bu ayın günləri nə qədər surətdən gözümüzü açırıq, yumuruq, vaxt uçur. Bu ayın feyzi, bərəkəti, rəhməti çox az qaldı. Bundan ona azala-azala gedir. İnşallah Allahdan tövfiqat diləyək hər birimiz üçün bu ayın yerdə qalan günlərini layiqli şəkildə istifadə eləyə bilək. Allah Teala Qəmər surəsində 17-ci ayəsində buyurur: وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنِ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ Buyurur ki, Qur'an sizin üçün nədir? Təzəkkür olaraq göndərilib. Yəni, Qur'anı yada salan varmı? Niyə Qur'anı yada salmırsınız? Təbir belədir. Niyə Qur'anı yada salmırsınız? Bir halda ki, fəhəl min muddəkkir. Fəhəl min muddəkir. Bir halda ki, deyir, siz gərək nədir? Qur'anı yada salasınız. Nə üçün insanlar Qur'andan uzaq düşürlər? Qur'anda bəzi ayələr var, düzdür, onun mənasını biz biraz çətin düşünə bilərik. Onu təfsirə baxmaq lazımdır. Amma bu o demək deyil ki, biz Qur'anı ümumiyyətlə başa düşə bilmərik. Bu anlamda deyil. Qur'anda neçə cür ayələr də var ki, möhkəm var, mütəşabih var, nasix var, mənsux var, həqiqət var, məcaz var. Bu tip ayələr, bəli, içindən başqa şeylər çıxır. Ora qədərini biz üzündən oxuya bilərik tərcüməsini. Amma
əsl mətndə məna nədir, onu gərək təfsirə baxaq. Amma bir sıra ayələr də var ki, biz onları rahat başa düşə bilərik. Niyə bu ayda, bu Qurandan biz uzaq düşmüşük? Quranla ünsiyyətdə olmağın neçə dənə təsiri var? Müsbət təsiri. Mən onları sayıram, inşallah dinləyin. Görün, Quranla insan ünsiyyətdə olsa, hansı müsbət təsirlər baş verə bilər? Peyğəmbərimiz 5 dənə müsbət təsir qeyd edir hədisdə. Buyurur ki, hər kəs Quranla ünsiyyətdə olsa, 5 dənə nədir mühüm müsbət təsir ona bəxş olunur. Birinci nədir? İn aradtum ayşə suadə. Birinci budur ki, deyir, hər kəs Quranla çoxlu ünsiyyətdə olsa, Quran oxusa, Quran tərcüməsinə baxsa, Allah Taala onu xoşbəxtlərdən qərar verər. Xoşbəxtlik zirvəsinə çatanlardan qərar verir. Onun həyatı xoşbəxt həyata çevrilər. Bədbəxtçilik onun həyatından uzaq olar. Nə cür? Mən açdım, bir dənə Quran ayəsi oxudum. Belə yox. Quranla ünsiyyətdə nədir? Oxuyasan, oxuduğuna əməl eləyəsən. Biz Quranın ayələrinə yaşayışımızda əməl eləsək, həqiqi mənada ən səadətə çatmış şəxslərdən birinə çevrilərik. Quranın bütün sifarişlərinə biz əməl eləyə bilsək, biz mələk həddinə yetişə bilərik. Ona görə Peyğəmbər buyurur, Quranla ünsiyyətdə çox olun ki, səadətə çatasınız. Bu bir. 2. Və mavtəş şühəda. Deyir, hər kəs Quranla çox ünsiyyətdə olsa, Allah Taala onun ölümünü şəhidlərin listinə yazar, şəhidlərin cərgəsinə yazar. Sən şəhadət şərbəti nuş eləməyibsən, müharibəyə getməyibsən, əlinə silah almayıbsan, müharibə meydanında yoxsan, amma Quranla ünsiyyətdəsən, deyir, Allah dünyasını dəyişəndə belə bir şəxsi şəhidlərin cərgəsinə yazar adını. Şəhidlər də məruf və məşhur olar. Bax, bir dənə Qurandan ünsiyyət. Müqəddəs Ramazan ayında da bu qədər tövsiyə olunur. Buyurulur ki, Qurandan ünsiyyətdə olun. Bir ayə bir xətmə bərabərdir. Çalışın Qurandan bu ay ayrılmayın ki, növbəti aylarda da Quran sizin sorağınıza gəlsin. Biz bu ayda Quran oxumasaq, bu ayda Quranın hətta tərcüməsini oxumasaq, Quran oxumağı öyrənməsək, cəhd eləməsək, o biri aylardan heç ümid yoxdur ki, biz Quranla ünsiyyətdə olaq. Allahın kitabıdır, müqəddəs kitabdır. Bu kitab məhşər günü qiyamətdə şikayət eləyəcək. Buna ki, İlahi Pərverdigarım, mən insanların cəmində oldum, məni açıb oxumadılar, mənə dəyər vermədilər. Ancaq qəfəsədə qaldım, üzünə baxdılar, Qədir gecəsi başlarına qoydular, Qədirdən sonra ayrıldılar, əllərində tutdular, and içmək üçün istifadə elədilər və s. və ilaxır. Bu bizdən uzaqdır, möminlərdən uzaqdır ki, onlar Quranla bu cür yanaşalar. Böyük əxlaq ustadları buyurur, deyir, gündə hər bir mömin şəxs gərək 40 ayə Quran oxuya, ən azı. Minimum 40 ayə gərək nədir? Quran oxuya. Çünki Quranla ünsiyyət də, Quranla ünsiyyət insanın qəlbinə nur verər, insanın camalına nur verər. Ona görə də bu ayda çalışaq Quranla ünsiyyətimizi kəsməyək. Üçüncü budur ki, وَالنَّجَاتِ يَوْمَ الْحَشِرِ. Quranla ünsiyyət qiyamət günü insana nicat verər. İnsanların əməli sorğu-suala çəkildiyi zaman insana nicat verir. Nə cür nicat verir? Quranla ünsiyyət, bəli də nicat verər. Sən əgər Quranla ünsiyyətdə olsan, Quranın ayələrinə əməl eləsən, məhşər günü təbii səadətə çatanlardansan da. 4 budur ki, وَالظِّلَّ يَوْمَ الْحَرُورِ. Məhşər günü Quranla ünsiyyətdə olan şəxslər məhşər günü bir kölgə altında olarlar. Quran onlara bir kölgə olar. Quran onlara o atəşli zamanda onlara nicat verər. Kölgə nədir? Kölgə nicatdır. Görürsən, şiddətli
şiddətli, qızmar günəş olanda insan kölgüyə qaçır ki, özünə nicat versin. Və Quran ünsiyyəti məhşər günü insana bir kölgə olar və insana yardım eləyər. 5. Vəl-huda yevməz-zəlal fadrusul Quran. 5-ci budur ki, zəlalət günü hidayət tapar. Quran zəlalət günü insana hidayət verər. İndi biz hal-hazırda bir dönəmdə yaşayırıq ki, zəlalət də var, hidayət də var. Bəzilərini Quran zəlalətdən çıxardır, hidayətə gətirir, qəlbinə nur verir, onu özünə bağlayır. Bəzi insanlar da ki, heç nə oxuyur, qaçır. Allah bizi hidayət olunmuşlardan qərar versin inşallah. Əziz Peyğəmbərimizin hədisinin başqa hədisində də buyurur ki, Quran bu 5 dənə təsir ki var, deyir, Quranla ünsiyyətdə olsa insana buna 5 dənə müsbət təsir verər. Deyir, o 5 müsbət təsir 3 səbəbə görədir. 3 səbəbə görə Allah Quranla ünsiyyətdə olan şəxsə 5 dənə müsbət təsir bəxş eləyər. O 3 səbəb nədir? فَإِنَّهُ كَلَامُ الرَّحْمَنِ وَحِرْزٌ مِنَ الشَّيْطَانِ وَرَجُحَانٌ فِي الْمِيزَانِ. Əziz Peyğəmbərimiz buyurur ki, 3 dənə nədir? Dəlilə var. Birinci budur ki, Allahın sözüdür, Allahın kəlamıdır. Ona görə insan nicat verir. Bu 5 dənə müsbət təsir nə üçündür? Çünki Quranın müəllifi Allahdır. Sən elə bir Quran oxuyanda Allahla danışırsan. Allah Taala'nın kəlamlarıdır da Quran-ı Kərimin ayələri. Sən elə bil istəyirsən uca Rəbbinlə, yaradanınla danışasan. Quran oxu. Bu Rəbbimin kəlamlarıdır. Biz fəqirik, o qənidir. Ona görə Quranı oxumaq lazımdır. Əli əleyhissalam buyurur ki, Allahı tanımaq istəsən, Qurana bax. Allahı tanımaq istəsən, gərək Quranla ünsiyyətdə olasan. Çünki Quran oxuduqca Allahı tanıyırsan. Quranın ayələrindən tanış olduqca Allahı tanıyırsan. İkincisi budur ki, sizi şeytandan xilas eləyər. Yəni, buna görə Quran səni şeytandan xilas eləyir ki, o 5 dənə müsbət təsiri bəxş eləyir. Əuzu billahi minəşşeytanirracim. Qovulmuş və daşlanmış şeytandan Allaha pənah aparıram. Bu ay mərhəmət ayıdır. Bu ayda şeytanın əlləri, qolları zəncirdədir. Üçüncü də budur ki, insanların əməl tərəziləri ağırlaşar. Yəni, xeyr tərəzisi ağırlaşar. Hədisdə var, deyir, insanların əməlləri tərəziyə qoyular. Hansı ağır gəlsə, o ağırlıqdan ondan mühakimə olunur. Əgər insanın xeyr əməli tərəzidə ağırlıq gəlsə, Allah ona mükafat verər. Əgər şər əməli tərəzidə ağırlıq gəlsə, Allah Taala ona lazımlı cəzanı nədir? Verər ki, onun gördüyü işin bədəli ödənilsin. Allaha and verirəm izzət və cəlalına. Uca Rəbbim bizləri bu yolda sabit qədəm qərar versin inşallah. Allah bizi Qurandan, Əhl-i Beytdən ayrı salmasın inşallah. Dünən bildiyiniz kimi İmam Həsən əleyhissalamın mübarək Mövlud günü idi və Ramazan ayının 15-i idi. Düzdür, biz bəzi hadisələrdən dolayı layiqli bayram keçirə bilmədik, amma istədim İmam Həsən əleyhissalamın da haqqı əda olsun. İmam Həsən əleyhissalamdan da bir ad gəlsin. Bir neçə dəqiqədə İmam Həsən ağanın haqqında danışım, söhbətimi tamamlayıb, salavat yad edir Muhammed və al-Muhammedə. İmam Həsən əleyhissalam o şəxsdir ki, Peyğəmbərin ilk nəvəsidir. İmam Həsən dünyaya gələndə Peyğəmbər ilk nəvəsi idi. Və. Peyğəmbər çox sevindi və İmam Həsən üçün dua elədi.
Çox maraqlıdır. İmam Həsən tarixin ən məzlum şəxslərindən biridir. Niyə? Niyə İmam Həsən tarixin ən məzlum şəxslərindən biridir? İmam Həsənə çox ləkə vururlar. İmam Həsən elə bir dönəmdə yaşadı ki, bir oyunbaz, bir hiləgər, bir şəxs Muaviyə zamanında İmam Əli şəhid olur, Muaviyə sağ qalır, vilayət İmam Həsən əleyhissalama devrilir və Muaviyə bir oyunlar çıxardır ki, İmam Həsən əleyhissalam məcbur olur sülh eləməyə. Sülhün də səbəbləri var, mən o səbəblər haqqında danışmıram ki, vaxtımız yoxdur. İmam o qədər məzlum olur ki, İmamın sülhündən sonra imama həm düşmən, həm dost ləkə vurur. Düşmən buna ləkə vurur ki, bizdən qorxdu, sülh elədi. İmam bilirsiniz ki, imamda qorxaqlıq sifəti olsa, o imamətdən həsf olar. İmkanı yoxdur imam qorxaq sifətini özündə daşıya. İmam Həsən əleyhissalam həm Cəməldə, həm Suffeyndə şücaətini göstərib tarixdə oxuya bilərsiniz. Sadəcə imkan olmayıb, şərait olmayıb. Ətrafındakı insanlar nanəcib insanlar olmayıb. İkincisi də dostlar. Dostların sözü düşmənin sözündən ağırdır. Düşməni başa düşdük. Dost niyə elədi? Dost niyə başa düşmədi? İmam Həsən zamanasının qəribidir. Bu gün də qəribdir İmam Həsən əleyhissalam. Qəbri Mədinə-i Münəvvərədə Peyğəmbərin qəbrinin arxasında bir də Bəqi qəbirstanlığı var. Orada qərar tutub ki, nə gələni var, nə gedəni var. Nə qəbrinin üstündə bir çırağı var, nə düzəməli zəvvarı var. Zamanasında imamları düz tanımadılar. Düz tanımadılar, Allah əllərindən aldı. İmam Əli əleyhissalam gedirdi, niyə dərdini quyulara danışırdı? Bəzi vaxt Əli əleyhissalam öz ətrafındakılardan fəryad edir. Deyirdi, bunlar nə cür insanlardılar? Bunlar nə cür insanlardılar? İmam Həsən əleyhissalam həm çox kəramətli idi, həm çox zahid idi, həm çox təqvalı idi. İmam Həsən əleyhissalam neçə dəfə piyada həccə gedibdi. Neçə dəfə bütün malını insanlara infaq edir. Yazılar bir dəfə bir nəfər gəlir İmam Həsən əleyhissalamın xidmətinə, deyir ki, Yəbnə Rasulillah, borcum çoxdur, mənə kömək elə. İmam Həsən əleyhissalam öz hesablarına deyir ki, bizim büdcəmizdə nə qədər pul var? Hesablayır, imama deyir ki, bizim büdcəmizdə 12.000 dirhəm var. İmam deyir, o büdcədəki 12.000 dirhəmi gətirin buna ver. Bunlar İmam Həsən əleyhissalama deyirlər, təəccübdən deyirlər, ağa nə cür, bütün büdcüyü buna verək, deyir, bəli. Əlimizdə nə qədər pulumuz var, gətirin buna verin. Çünki onun hacəti var, onun istəyi var, müşkülü var, problemi var. Və Allaha da hüsnü zənn eləyin, Allaha da xoşbin olun. Bu tərəfdən Allah infaq eləsən, o tərəfdən Allah onun nədir? Mükafatını bəxş eləyər. İmam Həsən əleyhissalam Əbu Hişam bir şəxsdir. Deyir ki, mən tacir idim, Bəsrədən cins gətirirdim. Gətirdim, satırdım. Deyir, imam gəldi bir dəfə bazara, məndən başladı bir aynünlər almağa. Deyir, gördüm, imam çox bazarın qaydası daxı, çənə vurursan. Bu neçədir, anar elə deyim, neçədir, deyir, qiyməti budur. Bu neçədir, deyirsən, küş, bazardır da, o deyir, sən deyirsən, o deyir, sən deyirsən. Deyir, mən təəccüb elədim, imam dirəşdi da, dedim, ağa qiymət budur, dedi, aşağısı. Hey, məndən başladı, çənə vurdu, deyir, qiyməti nə qədər lazım idi, endirim verdim imama. Endirim verdim, deyir, imam o lazımlı aynünləri aldı. Dedim, bu qədər aynünü niyə yiyir? Və bir də gördüm ki, imam getdi bir küçüyə,
orada başladı bütün aldığı nə qədər məndən bir şeylər almışdı, onların hamısını fəqirlərə çatdırdı. O kimin yolunu gedirdi? Atası Əmirəl-Möminin Əli ibn Əbi Talibin. Allaha and verirəm izzət və cəlalına. Allah təbarək və təala bizləri bu yolun həqiqi yolcularından qərar versin. Müqəddəs Ramazan ayının gerdə qalan günlərində ya Rəbb əlimizi açıq elə, aqibətimizi xeyirli elə, müşküllərimizi həll elə, İmam-ı Zamanı bizdən razı elə. Hacətlərimiz qəbul, tövbə duamız müstəcab, oruz namazlarımız ali dərəcədə qəbul olsun, iftarlarımız ali dərəcədə qəbul olsun. Salavat ilə edelim Muhammed və Muhammed. Bismillahirrahmanirrahim. Vəl-əsr. İnnəl insana ləfî xusr illəl-ləzīnə āmenū və amiluss-sālihāt və təvāsav bil-haqq və təvāsav bis-sabr. Sallu alə Muhammed və ali Muhammed.